Kinoda jargonlara və 18 yaş üstü istifadə olunan əlamətlərə necə baxırsınız? Çox normal. Amma bu dramaturgiya bunu tələb edirsə. Deməli, mən Kinematografçılar İttifaqının tədbirlərində moderator oluram. Bunu bir neçə dəfə demişəm. Elmar İmanov çox istedadlı rejissor da Almaniyada yaşayır. Onun filmi nümayiş olunurdu mövsümün sonu. O Hollandiyada festivalda da Fipresli mükafatını almışdı. Oradan da çox yaxşı filmdir. Orada əsas rolları ifa edirdi Rasim Cəfərlə Zülfiyə Qurbanova və Ər-Arvad Ailə İnstitutunun belə deyək də iflasa uğramasından söhbət gedirdi orada. Belə kamerlı bir filmdir. Və orada Zülfiyə və Rasimin obrazları arasında çox belə senzura olunması ifadələr var idi. Və film gedir, biz Zülfiyə xanım və Rasim foyada söhbət edirik. Gördüm, iki gənc oğlan çıxdı, yaxınlaşdılar Rasimə. Biraz keçdi, Rasim gəldi, dedim, Rasim nə deyirlər? Deyirlər ki, dedi ki, onlar elə bilirlər ki, rejissor məni çəkib döymək istədilər. Sonra mən dedim ki, mən rejissor deyiləm, mən aktyoram. O, həmin jargon söyüşlərə görə, qeyri-normativ leksikona görə onlar çox əsəbləşmişlər və s. Amma məhz mövsümün sonu filmində mən onun haqqında resensiyada yazmışdım. Məhz o leksikon yerinə düşür. O dramaturji cəhətdən rejissor onu peşəkarcasına əsaslandırır. Amma bir də var ki, misal üçün qeyri-normativ leksikon istifadə olunur və sən filmə... Emil Quliyevin filmlərində belə bir hal var, çox təəssüf ki. Bizi bir dəfə Emil Quliyev ikinci pərdə filminə dəvət eləmişdi. Hələ premyerası olmamışdı da, jurnalistləri dəvət eləmişdi. Mən filmə baxanda o qədər sıxıldım. Elə bildim ki, film mənə psixoloji təzyiq edir. Belə də zorluyor. Film məni zorluyur. Öz mənəvi psixoloji cəhətdən zorluyur. Filmdə bu qədər yəni söyüşün olması məndə belə bir təəssürat yarandı ki, sanki rejissor, indi ssenarini həm də Emil yazmış da deyəsən, səhv eləmirəmsə, senarist öz obrazlarını dərindən tanımadığı üçün də və nə demək istədiyini həmin situasiyada bilmədiyi üçün də daha çox söyüşə apellyasiya edir, daha çox söyüşə müraciət edir, qeyri-normativ leksikona. Əlbəttə ki, məsələn, Tarantino'nun da filmlərində var, amma obraz gərəyi, situasiya gərəyi bu orada çox orqanik görünür. Orqanik görünən və orqanik görünməyən dramaturgiyada situasiyalar var. Rejissor bunu bilməlidir, senarist bunu bilməlidir, hiss etməlidir. Başa düşürsünüz, hiss etmək çox önəmlidir. Yəni, bilməkdən əlavə, məntiqi bilməkdən əlavə, sən bir filmə baxanda, montajda, sən baxmalısan ki, hiss etməlisən ki, o orada uyğundur, uyğun deyil.